Pasiyentimiz 65 yaşlı kişi idi. Şikayəti ondan ibarət idi ki, nəfəs alanda burnunda nəsə çətinlik çəkirdi. Və bu çətinliklərlə bağlı lor həkimə müraciət elədi. Lor həkim də xəstəni göndərdi kompüter tomoqrafiyaya və gördülər ki, frontal sinusda, yəni ki, bu nahiyəsində, iç hissəsində bir polip var. Polip törəməmi deyim, amma polip. Və həkim baxdı özü tomoqrafiyanın şəkillərinə, şübhələndi ki, yəni bu burnunda olan poliplərə oxşamır bu vizual olaraq. Polipdən biopsiya götürdü, material götürdü, göndərdi laboratoriyaya. Oradan belə bir cavab gəldi ki, böyrək hüceyrəli xərçəng xəstəliyi. Yəni bu nə deməkdir ki? Deməkdir ki, bu metastazdır. Bu əsas xəstəlik deyil. Və sonra müayinə zamanı xəstə artıq bizə göndərildi. Biz xəstəyə baxdıq və gördük ki, tomoqrafiya zamanı bunun böyrəyində böyük bir törəmə var. Yəni ki, bu mövzu nəyə görə maraqlıdır ki, ilk dəfə mən gördüm ki, böyrəkdən burnun içinə metastaz versin. Və mən araşdırmalara baxdım. Hələ ki, mən frontal sinusun içində metastaz böyrəkdən görməmişdim və çox güman ki, biz bu mövzunu məqalə şəklində yəqin ki, biz yazarıq bunları. Son olaraq bu barədə nə demək istəyərdim? Əgər xəstədə hansısa bir nahiyəsində törəmə varsa da, bu o demək deyil ki, yəni bu ilk törəmədir. Yəni ki, bu ola bilsin ki, bu hüceyrələr başqa bir törəmədən gəlib düşübdür bu nahiyə və orada da inkişaf edibdir. Ona görə əgər xəstədə hansısa bir onkoloji xəstəlik şübhələnirsə, əlbəttə ki, bütün bədən hansısa şəkildə, tomoqrafiya şəklində, PET tomoqrafiya şəklində yoxlanılmalıdır. Bu xəstəyə biz nə etdik? Bu xəstəyə biz bir əməliyyat zamanı lor həkim frontal sinusda olan törəməni götürdü tam olaraq və biz laparoskopik üsulla həmin o böyrəyi götürdük və 2 gündən sonra xəstə rahat evə getdi. Əkilməsi də gəldi ki, bunlar bir-birinə uyğun törəmələrdir və hal-hazırda xəstədə heç bir başqa orqanlarda metastaz dediyimiz bir göstəricilər yoxdur, amma bu xəstələr uzun müddətli target terapiyası alırlar. Yəni bu kimyoterapiya deyil, bu el arasında akıllı ilaç dediyimiz bir dərman formasıdır və uzun illər bundan qəbul edib normal həyatını yaşaya bilər bu xəstə.